2013-cü ilin avqust ayında qətlə yetirilən Qarabağ qazisi Natiq Əşrəfovun ailə üzvləri Kanal 13-ə açıqlama veriblər. Ailə üzvləri deyib ki, Əşrəfov Natiq Cəmiloğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda gedən hərbi əməliyyatlar zamanı sağlamlığını və gəncliyini itirmiş vətəndaşlardandır. Hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirən zaman qrantamyotdan açılan atəş zamanı həyat yoldaşımın ayaqları ciddi şəkildə xəsarət alıbdı. Sol ayağının 1/3 amputasiya olunmuşdu, sağ ayağından isə bir neçə qəlpə almışdı və o qəlpələr onun ayağında qalmaqda idi. Bunu qətlə yetirilən Qarabağ qazisinin həyat yoldaşı deyib. Qarabağda əlil olan Natiqi isə daha böyük faciə gözləyirmiş. Belə ki, Qarabağ qazisi 14 avqust 2013-cü il tarixində Səbail rayon Badamdar qəsəbəsi Seyran Məmmədova küçəsi 8 ünvanında yerləşən kafedə Əskərov Babək Bayramoğlu tərəfindən qətlə yetirilir. Natiqin ailə üzvləri hesab edirlər ki, onun qətli ilə bağlı cinayət işini aparan Bakı şəhər Səbail rayon prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev tərəfindən tərtib olunan ittiham aktı doğru deyil. Natiqin həyat yoldaşı deyib ki, bu ittiham aktından daha çox həyat yoldaşını öldürən və 2 balamı yetim qoyan Əskərov Babəkin müsbət xarakteristikasını özündə ehtiva edən bir inşadır. Yəni yaxın qohumdur. Allahverdi Quliyevin çay kafesində gözətçi işlədi. İyul ayının 15-16-sı işdən çıxdı. Ayağının ağrımasına görə və çox ayaq üstə olanda protezində ayağında qabar əmələ gəlirdi. Ona görə işdən çıxdı. Avqustun 9-da müvəqqəti, yəni yenidən 5 günlük kafeyə getdi işləmək üçün. 4 gün işlədi, 5-ci gün saat 1-ə 10 dəqiqə işləmiş evdən çıxdı, işə getdi. Saat 4:39 radələrində mənim əl telefonuma zəng etdi və dedi ki, məni bıçaqladılar. Ancaq kimin bıçaqladığını demədi. Nə qədər zəng elədim, zəngimi açmadı. Mən həmin kafeyə yollandım. Kafedə 2 dənə mühafizə polisi və yəni xalası oğlu oradaydı. Məni içəri buraxmadılar. Dedilər ki, başına bakal dəyib, aparıblar xəstəxanaya. Xəstəxanada tikiş qoyub qaytaracaqlar. Ona görə qoymadılar məni. Dedim ki, kim aparıb? Dedi ki, 2 nəfər dostu aparıb. 2 nəfər dostu sən demə o vuranla, bıçaqlayanla o birisi aparıb. Polis 2 dəfə soruşub ki, mühafizə polisi soruşub ki, səni kim vurdu? Deməyib. Deyib ki, bilmirəm, kimsə vurdu, qaçdı məni. Sonra mən saat 7-yə işləmişdi. 7-nin yarısı olardı. Yenidən həmin kafeyə düşdüm. Kafedə qanı gördüm. Çox qan tökülmüşdü. Çox qan itirmişdi. Stolun üstündə yarım, yəni 700-lük araq şüşəsi var idi, 5 dənə rumka var idi, yəni 5 nəfər olublar. Bir də qulpu qırılmış bakal şüşəsi var idi. 4 dənə də əlavə bakal şüşələri var idi. Mən Semaşka xəstəxanasına getdim taksi ilə. Semaşka xəstəxanasında mənə dedilər ki, rəhmətə gedin. Yəni orada eşitdim ki, qan itirmədən rəhmətə gedin. İndi də deməli, müstəntiq işi bir tərəfli aparır. Müstəntiq işindən, yəni ibtidai istintaqdan çox narazıyıq. Bir tərəfli mövqe tutur, sanki öldürəni qəhrəman kimi tutub. Bu Qarabağ müharibəsi 50-ni heç nə eləyib, heç nə. O da Əskərov Babək də yazıb ki, öz ifadəsində yazıb ki, bıçağı əlimdə, cip bıçağını çıxardım, əlimdə oynadırdım, boğazını cızdım. Ancaq ekspertin rəyi ilə üst-üstə düşmür. Ekspert rəyində verib ki, 7 mm bıçağı içəri girib, üz arteriyası, sol dil arteriyası, yuxu arteriyaları hamısı kəsilmişdi. Mən Adil Mamedov, Semaşkadakı həkimin özü ilə görüşmüşəm. Semaşkadakı həkim deyib ki, xanım, onun travması çox ağır idi. Yəni, vaxtında çatdırılsa da onu üz arteriyasını tikmək mümkün deyildi. Sudebni həkim Səməd həkimlə də görüşmüşəm. O da dedi ki, yəni travması ağır travmaydı. Düzdür, qan itirmədən ölüb, ancaq travma ağır travmaydı. Kameranın dəfələrlə açılmasını istəmişik, müstəntiq əhəmiyyət verməyib. Şahidlərin dindirilməsini Elmir var demişik dəfələrlə, müstəntiqə demişik, danışdırmayıb, lazım bilməyib. Vüsal və Şamilin də danışdırmasını, yəni deyir ki, mən orada onlar olmayıb. Ancaq mən özüm danışmışam, Şamillə danışmışam. Şamil deyib ki, xala, mən qanı görən kimi qaçdım, qorxdum. Mənim 20 yaşım var, mən qan görməmişdim, elə şey. Mən onu görən kimi qaçdım. Orada həkimlərə deyib ki, məni Babək vurdu. Xahiş eləyərdim ki, yəni ədalətli baxılsın. Ədalətli bu işə yanaşsınlar. Onun qardaşı da var, onun atası da var, pulu da var.
Ondan, amma mənim nə işləyənim var, nə gətirənim var, 2 də körpəsi var. Biri 1-ci sinifə gedir, biri 6-cı sinifə gedir. 2 uşaqdır. Bunları saxlayan lazımdır, işləyən lazımdır. Və mən qalmışam yataqxanada, bu dar evdə onunla. Mənim yəyəm yox, saham yox. Qarabağ uğrunda nə üçün də döyüşüb, qıçını itiribdi, belə baxırlar. Şərait yox. Yəni 92-dən 93-dən bəri burada məskunlaşmışıq, elə burada obşteldə yaşayırlar. Nə bilim, heç bir şey istəməm. Bu günə kimi o insanı biz heç vaxt göndərməmişik ki, get prezidentin qəbuluna. Deyəndə deyir, mən vətən yolunda mən ayağımı qoymamışam ki, sabah mən nəsə tələb eləyəm. Ona görə də o insanı tanıyanlar çox yaxşı bilir ki, mənim qardaşım mərd olub. Heç vaxt yəni arxadan vurmayıb. Bu da demək olar ki, mənim sinif yoldaşım olub. Onu bu qətlə yetirən, yəni vicdansız, mənlə bir sinifdə oxuyub. Onu çox yaxşı tanıyıram. Əslində narkomandır. Yəni onunla nəşə çəkirdi, onunla bacarmırdı ailəsi. Bütün günü küçələrdə idi. Hər halda ağıllı uşaq saat 4-də işkili vəziyyətdə gəlib orada dava salmazdı. Bu işə yəni yaxşı baxılmağını istəyirik. Bir dənə tələbimiz odur ki, onsuz da day bizə olan olub. Yəni qardaşımı heç nə geri qaytara bilməyəcək bizə. İstir dünyanı versələr də. Yəni dövlət başçımıza güvənirik də. Əgər bu vətən üçün yaşayırıqsa, o da bu vətən üçün qulluq eləyirsə, vətən üçün canını qoyan oğlun hər halda qanını yerdə qoymazlar. Mən bir dənə onu istəyirəm, başqa heç bir şey.